28 günlük aybaşı sikli zamanı cədvəl veriblər. Aybaşından sonraki fazanın davam etmə müddəti günlə veriblər. Aybaşından sonraki fazanın davam etmə müddəti aya bərabərdir. A bərabərdir bilirik ki 9-10 gündür. Aybaşı fazanın davam etmə müddəti isə burada da 4-5 gün olduğunu bilirik. Yaxşı, bu sualımıza əsasən cədvələ baxaq. İnsanda AB ifadəsinin maksimum qiyməti. AB ifadəsinin maksimum qiyməti deyirsə əgər bizə, ona görə buradan 10'u götürərik, buradan da 4'ü götürərik ki, maksimum rəqəm alaq. Yəni, A-ın qiyməti 10 olsun, B-nin qiyməti 4 olsun və çıxanda bərabərdir, maksimum rəqəm alınsın, 6 alındı. Tamam, 6 alındı. Bu ifadənin maksimum qiyməti 60'a bərabər eləsək, yəni 6 60'a bərabərdir, ikisi də bərabərdir. Bu da olacaqdır 10. Yəni, bu müddət ərzində əmələ gələn yönəlti simdiklərin sayını soruşur. Yönəlti simdiklər bilirik ki, bir hüceyrəmiz bölünəndə yönəlti simdik neçəsi yaranırdı burada? Yaranırdı 3 ədəd yönəltici simdik. Yönəltici simdiklər 3 ədəd olduğu üçün 3 yönəltici cisim yaranırdı. Və bu bir hüceyrə bölünəndə 3 yaranır. 10 hüceyrə bölünsə 30 ədəd yönəltici simdik ala bilərik.